Uzun müddətdir zəhmətlə hazırlaşırdıq. İnanırdım ki, çempion olacağam və elə də oldu, məqsədimə çatdım. Bu qələbəmi də həsr edirəm ölkəmə və mənə dəstək olan komandama, ailəmə. Bu İslam hərbilərində birinci səfər idi mən çıxış edirdim. Tam hazır deyildim, zədələrim çox idi, amma şükür Allaha medalsız qalmadım və komanda şəklində biz ilk dəfə mən özüm komanda şəklində çempion oldum. Yəni bu çox gözəl hissdir. Çətinlik dərəcəsi mənim üçün tam hazır olmadığım üçün bütün rəqiblərim çox çətin idi. Yəni komanda görüşlərində belə geridə idim, geridən qayıtdım. Yəni Bazar Yekəxaya ilə məğlub olurdum və son saniyələrlə qalib gəldim. Şükür Allaha ki, medalsız qalmadıq. Komandamız çempion oldu və buna görə çox xoşbəxtəm.